özledim seni. Şimdi dünyamda da değişsem Bir iki. bil ki her gün, her zaman seni. Her bir öten seherde gözlerim seni. Salam salam. Bildiyiniz kimi bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində dərs ilinin yekunları müzakirə olunur. Son zəng bayramı keçirilir, məzun günü keçirilir. Biz də Elşən Səfərov adına Çayır kənd orta məktəbi olaraq bugün məzun gününə toplaşmışıq. Sizin bayramınızdır. Öz adımdan, məktəb kollektivi adından hər birinizi səmimi qəlbdən təbrik edirəm. Sizə gələcək həyatda can sağlığı, xoşbəxtlik, saadət, həyat yollarında uğurlar, müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, hər biriniz öz istəklərinizə çatasınız. Harda olmağınızdan asılı olmayaraq, doğma kəndimizin, doğma məktəbimizin, ümumilikdə Respublikamızın adını daim uca tutasınız. Bu yolda sizin hər birinizə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Bir daha təbrik edirəm. Salam uşaqlar.
Sevgili birinciler, bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində dərs ilinin yekunları müzakirə olunur. Yəni 2012-2013-cü dərs ilinin son günüdür bugün. Bugün həm də məzun bayramıdır. 11-ci sinif şagirdləri məktəbi bitirirlər. Sizsə 1-ci sinifi müvəffəqiyyətlə bitirib 2-ci sinifə keçirsiniz. Bu münasibətlə sizin hər birinizi ürəkdən təbrik edirəm. Sizi bağrıma basıram, sizi öpürəm. Gələcək dərslərinizə sizə hər birinizə müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, gələcək illərdə, yəni 2-ci, 3-cü, 5-ci, 11-ci sinifə qədər yaxşı dərs oxuyasınız. Xalqımıza, dövlətimizə layiqli övladlar kimi yetişəsiniz. Bir daha sizi və sizin valideynlərinizi, sizə dərs deyən müəllimləri təbrik edirəm. Sizə uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Bir daha təbrik edirəm. Herhalde budur yanışarım ben. Yalanında kaderimiz yok idi. Gem düşseniz kederimiz bir damcı. Kalemde sevincimiz çok iyiydi. Yazılanı bilsinler bozmakta. Bizim için yaslandırmazsa. Habersizlik yükümüze biz helal. Talih yazan bozulmayan yazıdan. Dünya hele bizim için nağıldır. Min arzuyla alışırdık yanırdık. Özümüzü biz hamdan ağır. Özümüzü ne bəxtəvər sanırdık. Məktəbinlərin ömrünə şirin duyğu qaygısız günlərin. Hər anın bir ömrə bərabər seyirli günlərin. Ən təmiz arzulu günlərin. Məktəbinlərin ömrünə şirin duyğu qaygısız günlərin. Hər anın bir ömrə bərabər seyirli günlərin. Ən təmiz arzulu Salam, hər vaxtınız xeyir, hörmətli şagirdlər, dəyərli qonaqlarımız. Bildiyiniz kimi bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində dərs ilinin yekunları müzakirə olunur, son zəng bayramı məzun günü keçirilir. Bizdə də bugün Elşən Səfərov adına Çayırı Kənd Məktəbi olaraq məzun günü qeyd olunur. İcazənizlə tədbirimizi açıq elan edirik.
Hörmətli tədbir iştirakçıları, bugünkü tədbirimizdə Cayrudlar Məktəb kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin nümayəndəsi Rafiq müəllim Əzizov iştirak edir. Cayrud kənd icra nümayəndəsi Xanlar müəllim Həmidov iştirak edir. Gözəl şairimiz, həmyerlimiz, hamımızın sevgilisi Ağacafar müəllim Həsənli iştirak edir. Gözəl iş adamı, xeyriyyəçi Elçin müəllim İskəndərov buradadır. Sizin adınızdan, bütün Cayrudlar adından onların hər birini bir daha salamlayıram. Dəyərli qonaqlarımıza xoş gəlmişsiniz deyirəm. Bunlardan başqa bugün tədbirimizdə qocaman müəllimlərimiz iştirak edir. Onların da hər birini ürəkdən salamlayıram kollektivimiz adından. Bir daha onlara xoş gəlmişsiniz deyirəm. Hörmətli tədbir iştirakçıları, Azərbaycan dövləti günü-gündən inkişaf edir, çiçəklənir. Bu hər birimizin gözü qarşısında olan prosesdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bugün dünyada sayılan dövlətlər sırasındadır. Azərbaycanımız günü-gündən inkişaf edir, günü-gündən irəliyə addımlayır. İqtisadiyyat, sənaye, kənd sərfatı, mədəniyyət, səhiyyə və bunlarla yanaşı təhsil sistemində də böyük irəliləyişlərə nail olunur. Bunun bariz nümunəsidir ki, bax Cayrud kəndində ucaldığım bu gözəl məktəb binası buna sübutdur. Bu il rayonumuzda, Lerik rayonunda daha 8 məktəb binası inşa olunur. Yəni sentyabrın 15-nə qədər şagird bağlarımızın istifadəsinə veriləcəkdir. Bunun üçün hamılıqla dövlət prezidentinə, cənab İlham Əliyevə, Heydər Əliyev fondunun sədri Mehriban xanım Əliyevaya, Təhsil Nazirliyinə və Lerik rayon icra hakimiyyətinə bütün Cayrudlar və Leriklər adından təşəkkürümüzü bildiririk. Hörmətli tədbir iştirakçıları, bir daha vurğulayıram ki, bugün Respublikamızın bütün ümumi təhsil məktəblərində məzun günü yüksək səviyyədə qeyd olunur. Təqribən Azərbaycanda 21 minə qədər gənc bugün orta məktəbi bitirir, həyata qədəm qoyur. Bu münasibətlə bütün məzunlarımızı məktəb kollektivi adından, iştirak edən burada qonaqlar adından, Cayrudlar adından səmimi qəlbdən təbrik edirəm. Bu məktəbimizi 20 nəfər məzun qutarır. Mən böyük əminliklə deyə bilərəm ki, onlar Respublikamızın çiçəklənməsi naminə əllərindən gələni eləyəcəklər. Onlar buna layiqdirlər. Onları yetişdirən müəllim kollektivinə bir daha öz adımdan dərin təşəkkürünü bildirirəm. Birinci sinifi bizim məktəbimizdə 9 nəfər şagird bitirir, ikinci sinifə keçir. Amma bilirsiniz kəndimizdə 2 məktəb var, ümumi orta məktəbindən də 7 nəfər birinci sinifi bitirir, andırma ümumi məktəbindən isə 4 nəfər bitirir. Və onlar orta məktəb olaraq Cayrud kəndinə gəldiyi üçün onları da biz həmişə tədbirimizə dəvət edirəm. Onların nümayəndələri, direktor, dərs müdürü bugün iştirak edir, müəllimlər iştirak edir. Onları da sizin adınızdan salamlayıram və bütün birinciləri bağrıma basıram. Onları təbrik edirəm. Ulu öndərimiz Heydər Əliyev demişkən, uşaqlar bizim gələcəyimizdir. Və gələcəyimiz olan uşaqlara öz adımdan, sizin hamınızın adından gələcəkdə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Bir daha hər birinizi təbrik edirəm. Çıxış üçün sözü
Çayırı İcra Hakimiyyətinin nümayəndəsi Xanlar Müəllim Həmidova verirəm. Əziz şairlər, hörmətli qonaqlar, bu gözəl tədbir münasibəti ilə hamınızı təbrik edirəm. Belə gözəl tədbirlər bizim kəndimizdə tez-tez keçirilir. Hər bir tədbir keçirəndə inanırız ki, adam 10 il, 5 il cavanlaşır. İnsan bundan zövq alır. Tədbir keçirmədən ümumiyyətlə bizim ərazi, Çayır Dövrəvarı kəndləri nümunədir. Lerikdə inanırız ki, nümunədir. Bu gözəl tədbir münasibəti ilə bütün valideynləri, 11-ci sinif uşaqlarını, 1-ci uşaqlarını, aşağı məktəb, yuxarı məktəb, ümumiyyətlə ərazimizdə olan bütün məktəbləri təbrik edirəm. Onların müəllimlərini təbrik edirəm. Bizdə elə müəllimlər başlayan, mənim başda olmalı rəhmətə gedən müəllimlər var. Onlara da Allah'a rəhmət diləyirəm. Hal-hazırda yanımızda Nəsir müəllim başda olmaqla ağsaqqal müəllimlərimiz əyləşib. Onlar da bizim üçün çox böyük zəhmətlər çəkiblər. Həmişə biz onları minnətdarlıqla həm xatırlayırıq, həm də onların qulluğunda durmağa borcluyuq. Bir daha bütün çayırları təbrik edirəm. Sizə bir şad xəbər vereyim ki, 16 dənə ev qalıb çayırda qaz çəkilməyə bu günə qədər. 16 evdə inşallah 4 günə, 3 günə çəkiləcək və gələn həftədən çayırda qaz veriləcəkdir. Yəni bu tədbir gələn həftə hazırlaşırıq. Gələn həftədə kimi əgər qaz plitəsi yoxsa onu da alsın. Yəni bir həftədən sonra bizdə qaz olacaqdır. Bir daha sizə hamısı təbrik edirəm. Siz bilməlisiniz ki, bu hörmətli prezidentimizin və rayon icra başçısının Çayırlılara olan böyük qayğısıdır ki, Çayırlıda təzə məktəb tikildi, Çayırlıda qaz verildi. Ucqar bir kənd olmasına baxmayaraq, Lerikə yaxın olan kəndlərin heç birində qaz yoxdur. Bizə qaz da veriləcəkdir. Və siz bilirsiniz ki, bu il həm də seçkilər elidir. Bu seçkilər elində də hamımız məsuliyyətlə inşallah seçkilərdə gələcək. Hörmətli prezidentimiz var, Cənab İlham Əliyevə səs verəcəyik. Bir daha Elçi müəllim, sənin simanda bütün məktəb müəllimlərini, şagirdlərini, valideynlərini təbrik edirəm. Hamımıza təhsildə, yenə deyirəm, təhsildə, yəni ki, böyük müvəffəqiyyətlər arzu edirəm, nailiyyətlər arzu edirəm. Bilirsiniz, təhsil kəndin simasıdır. Biz hara gedirsək, getsək, bu xəstəxanədə təhsilə möhtacdır. Bizim idarəmiz də təhsilə möhtacdır. Bütün idarələr təhsilə möhtacdır. Təhsil olan yerdə işıq var, təhsil olan yerdə həyat var, təhsil olan yerdə inkişaf var, gələcək vardır. Bir daha bu gözəl gələcək sizi arzu edirəm. Sağ olun. Çox sağ olun, Xanlar müəllim. Tədbirimizi davam etdirmək üçün məktəbimizin gözəl müəllimlərindən biri, riyaziyyat müəllimi Eltay müəllimi dəvət edirəm. Çox sağ olun, Elçi müəllim. Salam, hörmətli qonaqlar, əziz müəllimlər, əziz 11-cilər və sevimli birincilər. Bugün Respublikamızın hər yerində olduğu kimi məktəbimizdə də son zəng bayramı keçirilir. Hamınızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Son zəng həyatda bir dəfə olan və bütün ömrü boyu xoş duyğularla xatırlanan hadisələrdəndir. Bugün birincilərin yeni həyata, 11-cilərin isə müstəqil həyata addımladığı gündür. Birincilərə arzum budur ki, dərslərini yaxşı oxusunlar, müəllimlərin verdiyi tapşırıqları canla başla yerinə yetirib məktəbimizin nümunəvi şagirdlərindən olsunlar. Onlara gələcək dərslərində müvəffəqiyyətlər arzulayıram. Əziz 11-cilər, son zəngin cingiltili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır. Yoldaşlarımızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyiniz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər, son zəngdən sonra bunların xatırlanması başqa xarakter daşıyır. Son zəng uşaqlığınıza son vidadır. Bu həyatınızın uşaqlıq dövrünə son, gələcəyin dumanlı və cazibədar bir o qədər məsuliyyətli etapına girişdir. Ona görə də biraz kədərlə, biraz gözyaşı ilə qarışaraq, bugünümüzdən sabahımıza doğru səbirsizlikdir son zəng. Sizə gələcək həyatınızda uğurlar arzulayıram. Arzu edirəm ki, hər biriniz harda olmağından asılı olmayaraq, vətənimizə layiqli vətəndaş, valideynlərinizə layiqli övlad olasınız. Sizin uğurlarınız bizim uğurumuzdur. Səsiniz daima işləyərək gəlir. Yəni, bu bayram tədbirlərinin yüksək səviyyədə xidmətində daim işlət edən zirvə ansamblı bizimlə birgədir. Ansamblın bərli rəhbəri
kəlmə təşəkkürünüzü bildirirəm. Və sözü ona verirəm. Və bir gözəl musiqi nömrəsi ilə mən imtahan edirəm. Çox sağ olun. Ömrümüzün sevincinə bircə damla qəm qarışıb. Boynundayıq ayrılığın, gözümüzdə nəm qarışıb. Ayrılığın kədərini sevinc ilə daşıyırıq. Doğma məktəb, qoynunda biz son günləri yaşayırıq. Sənin isti qucağında ucalmışıq, boy atmışıq. Kövrək-kövrək arzuları könlümüzdə oyatmışıq. Ey sevimli müəllimlər, qayğınızı unutmarıq. Bizə qarşı o səmimi duyğunuzu unutmarıq. Doğma məktəb, qəlbimizdə eşqi yaşar səadətin. Çətin həyat yollarında addımlarıq, mətin. Deməyin ki, günlər keçər, bir də geri qayıtmarıq. Sizi, əziz müəllimlər, biz heç zaman unutmarıq. Unutmarıq könlümüzə yazın olan kəsləri biz. Xəyal olacaqdır bir vaxt məktəb xatirəmiz. Son zəngindi çalınacaq, qəlbimizin hayı kimi. Bu sədanı xatırlarım, ömrün şirin payı kimi. Məktəb, çıxış edir 11-ci sinif şagirdi Əminli Nərmin. Salam hörmətli müəllimlər, əziz 11-cilər və məktəb
öğrencilər, hamınızı bu gözəl gün münasibətilə ürəkdən təbrik edirəm. 11-cilərə arzumudur ki, tələbə olub müstəqil həyata qədəm qoysunlar. Sevimli birincilər, arzu edirəm ki, məktəbi əla qiymətlərlə bitirib məktəbimizin adına ən çox ucaq qılacaqdır. Əziz müəllimlər, bizə qələm tutmağı öyrədən İmran müəllimə, 5-ci sinifdən rəhbərimiz olan Qədir müəllimə, direktorumuz olan Elçi müəllimə və o cümlədən 11 il bizlə əziyyət çəkən bütün müəllimlərə çox sağ olun deyirəm. Əziz müəllimlər, biz bu 11 il ərzində sizlərdən çox şey öyrəndik. Böyüklərə sevgimizi, qayğımızı, uşaqlara dostluğu, sadiqliyi, bunları hamısını sizlər bizə öyrətdiniz. Hər şeyə görə çox sağ olun. Sizə gələcək işlərinizdə uğurlar, uzun ömür, can sağlığı arzulayıram. Ben uzun məzunlara tutub demək istərdim ki, biz harada olursak olaq birbirimizi hesab unutmayaq. Ben çıxışımı ana məktəb şeiriyle bitirmek isterdim. İlk aklıma dayak oldun, arzulara mayak oldun, yollarıma çırak oldun. Ana məktəb, ben qurbanam sana məktəb. Beğenip tutub elimizden, keçirdi çaydan, denizden, dedi öğren elimizden. Ana məktəb, ben qurbanam sana məktəb. Son zəng aldı səni məndən, insafdırmı baxıb gedən, deyəcə ayrılım səndən. Ana məktəb, mən qurbanam sana məktəb. Bizə söz birincilərindir. Mənim doğma məktəbim, çıxış edir 1-ci sinif şagirdləri. Özümüzü biz Çetin yollardan keçip, birliklerden don biçip, elma doğru yol seçip, mənim doğma məktəbim, mənim doğma məktəbim. Fikirler dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Fikirler dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Birlik ile artarıq, boynunda boy artarıq, biz kamala çatarıq, benim doğma məktəbim, benim doğma məktəbim. Fikirler dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Məktəblər içə təkdir, uşaqlar gül çiçəkdir, ömrüm hər sıra çəkdir, mənim doğma məktəbim, mənim doğma məktəbim. Fikirlər dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Təbrik üçün sözü həm yerlimiz, gözəl şairimiz Ağacəfər Həsənliyə verilir.
Gez. Mən də deyilən çıxışların hamısına qoşuluram və həm birinciləri, həm 10-cuları, çünki əsas bayram onların bayramıdır və ümumən də bütün kəndin bayramıdır. Mən hamınızı təbrik edirəm bu gözəl mərasim münasibəti ilə. Ağsaqqalları, ağbirçəkləri, lap belə o ən balaca, mən bap balaca körpələr də görürəm ki, onlar da bizim səsimizi eşidirlər. Onlar da bu izdihamın bəlkə də ilk şahidləridir. Mübarək olsun bu gözəl gün. Allah Taala bizə çox görməsin. Mən təxminən 4 il bundan əvvəl Ankara'da böyük belediye meydanında 8.000 adamın qabağında çıxış eləmişəm. Ancaq mən orada heç bir həyəcan keçirməmişəm. Ancaq burada mənim müəllimlərim var, istər-istəməz mən burada həyəcanlanıram. Elə bilirəm ki, onlar nəsə məndə bir irad tuta bilərlər. Burada Nəsir müəllim var, Nərman müəllim var. Möhtəməm müəllimin sorağı gəldi, dedilər buradadır. Burada Sabir müəllim var, o da bizə dərs deməsə də hər halda bizim müəllimlərdəndir. Mən bütün müəllimlərimin indi adlarının adını, mən sağların adlarını çəkdim, Xanlar müəllim sağ olsun ki, hamılıqla hamısını xatırladı. Müəllimlər bütün hallarda, biz hara getsək də, dünyanın ən böyük adamı olsaq da, hər halda bizim deməli o qaynaq götürdüyümüz bir mənbə var, o da məktəbdir və o da bizim müəllimlərimizdir. Onlar daimi olaraq öz o peşələrində qalırlar. Ona görə mən belə hesab edirəm ki, bu bayram elə bizim həm qocaman müəllimlərimizin də, həm də burada məsələn çox istedadlı müəllimlər var bu kənddə. Mən Samir Kərimovun adını çəkərdim, çox talantlı bir müəllimdir, tarixçidir. O ildə müəllim burada çıxış elədi və Elçin müəllim eyni zamanda və digərlərin adlarını zaten mən hamısını xatırlaya bilmirəm. Mən hamılıqla hamınızı təbrik edirəm. Mübarək olsun bu gözəl bayram. Və mən istərdim ki, mən də 1970-ci ildə təxminən 43 il bundan əvvəl bu məktəbi qurtarmışam. Ancaq bizim məktəbimiz o vaxtlar belə deyildi. Biz sınıq salxaq bir məktəb idi. O partalar da indiki görkəmdə deyildi. Bu görkəm də o məktəbin görkəmi ilə eyni deyildi. Amma hər halda o məktəb çox böyük talantlar yetişdirdi və onların bir xeyli qismi bu respublikada çox tanınmış insanlardır. Mən yekunda çox uzatmaq istəmirəm. Rıvarutda da, yəni mənim o anadan olduğum doğma kənddə də tədbirdir, eyni ilə bu cür bir tədbirdir və orada dəvət edirlər. Dünən təhsil şöbəsində təsadüfən olanda məndən xahiş edirlər ki, bəs Çarüddə də olub, dedim ki, Çarüd elə bizim ana kəndimizdir, əlbəttə orada da olacaq. Və mən gəldim, burada iştirak elədim. Mən istərdim ki, bu fürsətdən istifadə eləyib, mənim bir şeirim var, Kəndim. O şiirlə mən çıxışımı tamamlayayım. O şiirin ruhu bir qədər bizim cavanlarımız bu yurt yerlərin qoyurlar, köçürlər, gəlirlər Bakıya və Rusiyaya gedirlər və ölkənin və eyni zamanda keçmiş SSR məkanının müxtəlif şəhərlərinə gedirlər və bu yerlər qalır, bu ocaqlar kör qalır. Ona görə burada get-gedə uşaqların da sayı azalır. Mən təxminən o ağrıları fonunda belə bir şeir yazmışam, Kəndim. Sən mənim adımsan, sanımsan kəndim. Adımdan o yana kiməm, nəşiyəm. Axı mən şəhərə haşan güvəndim. Böyük şəhərdə də